Qiyməti 699 manatdır. Təbii xəzli zəmanətlidir və şubanın üstünə puxavik hədiyyə olunur. Nə piercing? Piercing yeridir. Bu xəzləri qalereyasıdır. Əsmə, mənim sabahınız xeyir. Qısa, necə qısa istəyirsiniz? Yazın, mən ona uyğun sizə göstərim. Qısa soruşan xanım. Dəlixanadır. Bəli, bizdə belədir. Həmişə belədir. Ancaq qırğın, qıyamat. Şubanın qiyməti 699 manatdır. Biraz canlı yayımı paylaşın, zəhmət olmasa aktivləşsin. Gəlin bunu göstərim mən sizə açıq rəngdə olan şubanı. Qısa kapüşonlu, amma bu qiyməti olmayacaq. Yəni 699 manata kapüşonlu qısa model yoxdur. Göstərərəm sizə, münasib qiymətə göstərərəm, amma bu qiymətə yoxdur. Yəni qabaqcadan sizə deyim, biləsiz. Çünki sonra deməyin ki, qız dedi, amma yoxdur deyə. Bu qiymətə yoxdur. Qısa, kapüşonlu, beldən yığılan. Çünki o bazavi model sayılır. Bazavi modeller endirimsiz belə də satılır. Göstərəcəm. Qara rəngdə qısa model. Ben geldim. Bir tane güzel şuba getirmişim size siyah renkte. Onu çok beğeneceksiniz. Ucuz değil ama yine siz. Ha? Yok, kalsın hele. Salam, xoş gəlmisiniz. Əynimdəki şubanın qiyməti 699 manatdır. Şubalana puxavik hədiyyə olunur. Qara papaqlı uzun model var, bəli, satışda təbii ki var. Əynimdə gördüyünüz şubanın qiyməti 699 manatdır. Təbii xəzli, zəmanətlidir və kredit kartla əldə etmək mümkündür. Şuba alana puxavik hədiyyə olunur. Bu şubanın uzunluğu 95 olmalıdır. Düzdür, 95 cm uzunluqdur. Təbii xəzli, norkadır. Necəsiniz, Ramazan? Yaxşı məsələməliyim. Siz necəsiniz? Çox sağ ol. Axşam gəlib birini alıblar, ha? Hə. Ondan əvvəl gələn Naxçıvanlar da elə şeydə idi, TikTok'dan idi. Hansı var? 2 dənə gəldi, dedi ki, padvapros dedi 1500'ə. Padvapros dedi. Ha, mən gedəndən sonra. Ay sağ ol, hə, o da o idi. Tamam. Qeyd edirlər, sən alır. Yo, mən özüm qeyd edirəm öz telefonumda. Ki, neçə dənə bilimdə ay ərzində nə qədər satılır. Tak, kapüşonlu model. Oturma durmuşsun sen. Vay be, o nerede? Bilmirəm mən. Unudub Allah bilir üstündən gelip kül eləyəcəyindi buraları. Tak, baxın. Kapüşonlu, qısa, bomber modeldir. Belə gündəlik geyinə biləcəyiniz bir variantdır. 46-48 rəngdə super endirim edin, gəlim alım. Nə qədər super. 46-48 bədəni. Qiymət zaten 999. Yəni kampaniyada olan bir model göstərmişəm mən sizə. Yəni ondan aşağı qiyməti inanmıram ki mümkün, amma yenə də yaxınlaşa bilərsiniz ünvana ki sizə daha münasib qiymətə versinlər. Sizin üçün olan daha münasib qiymətə. Yaxşı, Ayəşin. Gətirdiyim çox sağ ol. Allah səni var eləsin.
kofe deyirəm. Mən sizə kofenin gözəlliyinə bir dənə baxın. Bol köpüklü Türk kahvemiz. Amma belə bir vedrə qaynadırlar ki, Доброе утро, здравствуйте. Qəşəng kofedir. Çox qəşəng. Əynimdəkinin qiyməti minimum burada deyə biləcəyim 2500 manatdır. Şu balana puxavik hədiyyə olunur. Endirimli qiymət üçün yaxınlaşın ünvana. Ünvan Sədərək Ticarət Mərkəzi 2 mərtəbəli elit A girişi Snejnaya Korolyevadır bura. Bu bizdə bomber modeldir. Bomber belə gündəlik, rahat, şık, həm kilolu xanımlara yaraşır, həm gənc incə xanımlara yaraşır. Belə çox universallı bir modeldir əslində. Ay Allah, necə gör reklamdakı kofelərə oxşuyur. Necə buxarlanır görürsünüz. Qəşəng. Bu kofedən alacağım həmişə. Dünya varmış. Sizə Kardeş ortalığını öğrenədir. Ben deyirəm ustayın kadar gelirlər maşından müşteri götürürlər. Sen deyirsən, sənin uşaqların ortada. gözlüyüm, mən sizə göstərirəm hansı kofedir. Şuba. Çok güzel. Kardeş indi mən maşından düşüb gəlirəm dükana, maşından düşüb gəlirəm. Bütün keçidlərin qabağında Kristinadır, Madonnadır, Eliel'dir, buradan Feminadır, buradan o birisi dəfələrlə o birisi dükançısıdır. Hamısı çöldədir, nətər adam bu? Maklerlərin söhbəti yenə burada. Sədərəkdə makler söhbəti bağlanmır. Hə, yaxşı. Mənim uşağım ortada deyəndə bütün bazarın işçiləri ortadadır da. Sındır oğlu, sındır. Elim üstümdə qaldı. Baxın budur. Bu. Necə gözəl, çox gözəl kofedir. Zloy sutra. Bu hamısı şeyə görədir. Bizlə dalaşmır, yəni çöldəki maklerlərlə dalaşır. İnanırsınız, o qədər yorurlar cəmaatı. Bazara imkan vermir ki, kimsə gəlib bura çatsın, rahat dükanlara baxa bilsin. Yəni maşından düşən kimi üstünə gedirlər, yoldan çıxardırlar adamı. Deyirlər ki, ya qalereya işləmir, nəsə elə bir şey. Onun üstündə ömür boyu bizdə konflikt gedir burada. Makleri belə, o qədər makler doludur da, yəni dəhşət bir şeydir. Heç imkan vermirlər ki, müştəri gəlib bura çata bilsin. Onun üstündə burada konflikt ümumiyyətlə bitmir. Hə, elə olur. Bilirəm mən, bilirəm. Ona görə qabaqcadan həmişə deyirəm hər kəsə ki, maklerlərə aldanmayın. Birbaşa ünvana gəlin deyə. Yəni bildiyin adamı yığıblar da, boğaza yığıblar. Şimdi tamam, bir tane soruyorum. Günümüz elə eləyirlər həmişə, özünüz görürsünüz də. Yəni səhərdən mən ümumiyyətlə təbii ki istəmərəm ki siz belə şeyin şahidi olasınız. Yəni onun üstündə konflikt gedir də buradakı imkan vermirlər. Müştəri gəlib bura dükana çatmağına imkan vermirlər. Başqa yerə apardılar. Bilirəm, elə eləyirlər. Sonra deyirlər ki ya işləmir, ya nə bilim bağlanıb, ya remontdadır, nəsə elə bir şey. Ağırdan sayı stəkanları istəmişdiniz. Yox. Dərzlər olar, qızım. Belə işlər. Bu şubanın qiyməti burada deyə biləcəyim 2500 manatdır. İnşallah. Ona görə elə onu deyirdim ki, aldanmayın onlara. Onlar çünki onun üstündə pul qazanırlar təbii ki. Ən sevmədiyim iş ümumiyyətlə elə odur. O maklerlərin dəhşət bir şeydir. Yəni onun üstündə yəni sizdən qazandığını təbii ki ona verəcək. Ona görə yəni aldanmayın elə şeylərə. Хорошо, спасибо большое. Вы как? Надеюсь, у вас тоже все хорошо. Yəni mən sizə bir neçə dənə əlavə göstəreyim. Qara kapüşonlu modellərdən. Baxın, qara kapüşonlu belə... Yox, bu deyil. Baxın, belə kobra kapüşon model var. Hey, çox sağ olun. Çox sağ olun dəstəyiniz üçün. Çox sağ olun.
Пусть у вас всегда все будет хорошо. Bu şubanın qiyməti də burada deyə biləcəyim 2500 manat. Təbii xəzdir, norkadır, zəmanətlidir və şuba alana buxarlik hədiyyə olunur. Şubanın endirimli qiyməti üçün yazın nömrəyə və özünüz yaxınlaşın ünvana. Kobra kapüşonlu burada. Çox sağ olun, çox sağ olun. Çox sağ olun dəstəyiniz üçün. Спасибо большое за поддержку. Çox sağ olun dəstəyiniz üçün. Çox sağ olun. Kapüşonlu modeldir. Gəlin kapüşonlu giyinin belə göstərim. Parketная сборкаdır xəzdə. Xəz norka, təbii xəzdir. Спасибо большое. Çox sağ olun. Çox sağ olun. Gəlin mən sizə bir dənə də model göstəreyim. Kapüşonlu. Əslində mən sizə təzə siyarı model göstərmək istəyirdim. Bunu çox bəyənəcəksiniz. Qiymət 2500 manat. 2500 manat. Euro ilə nə qədər edir 2500 manat? Bölün 2-yə. Nə qədər 1000 euro eləyir? 1000 euro eləyir. $1100 euro. Qiymət burada 2500, burada canlı yayımda deyə biləcəyim qiymətdir. Endirimli qiymət üçün yaxınlaşın ünvana. Siyari rəngdə çox gözəl vıstıvıçlı xəzdir. Qol uzunluğu tamdır və məncə qollar qısalmalıdır burada. Bəli, qollar qısalır. Gördüyünüz kimi transformerdir, qollar qısalır. Kapüşon, kobra kapüşon. Gözəlliyini görürsünüz. Bu kofeye nə qatırlar bilmirəm, amma elə dadlıdır. Çox dadlıdır. Ətəkdən yığılır, ətəyində fiksator var gördüyünüz kimi. Qollarında da fiksator var, qolları da yığılır. Hadi hazır. Aha, modelin qabağındadır. Volkan yoktu işte. Azat. Hə, şıbadır, çox gözəldir. O qədər xoşum gəlir ondan. Bilmirəm içinə nə qatırlar əlavə. Amma elə bir dənə gözəl dadı var kofenin. Rumıniyadan. Heç olmaz ona da göndərərik. Heç şubasız qoyarıq. Bacınız ölməyib ki, bizim Rumıniyalı bacımız şubasız qalsın. Elə şey olar heç. Ben biraz kofe içeceğim. Bir saatim. Nasılsın kız? İyiyim ben, iyi. Şıbadı kofe. D, T, H, I, B, O. T, C, H, I, B, O. Şıba. Bence şıba okunur. Şıba okunur da o. Düzdür. İngiliz dili bilenler. Kırılıp buradan da. Her yeri kırık kırık. O elektrikten alsın da öyle.
Hala yok, çözüm birazdan verir. Niye? Gelmez o. Göstərirəm indi. Göstərirəm təzədən. 11. Gözünü çıxardıblar. Məndə çaşka kolleksiyası var. Məndə şeydir. Məndə çaşka kolleksiyası var. Nə qədər çoxdur çaşkalarım. Baxın budur. Bir dənə screen eləyin. Shiba. Ki alarsınız bundan. Bu çox yaxşı kofedir. Bunun həm rastvarimı yaxşıdır. Shiba oxunur məncə. Chiba yox. Chiba yox, Shiba oxunur. Mən bildiyim qədər. O Rumuniyaya göndərirsə soruşan var. Ona hə yaz, bir dənə nömrəyə yazsın. Shiba çox gözəldir. Mən çox kofe içənəm. Elə belə aşırı dərəcədə çox kofe. Yəni gün ərzində 2 litr kofe falan içirəm yəni mən. Türkiyənin kofeləri də çox gözəl olur. Çox sağ olun. Belinə kəmərdə bağlayaq. Şubanın qiyməti 699 manatdır. 699 manatdır. Həm də ki, bu kofenin nəyini sevirəm bilirsiniz? Turşuluğu yoxdur. Yəni, bunun iminən bu qovurma səviyyəsi, bunda hər şey yaxın. Mənim üçün idealdır bu kofe. Keyfiyyət olaraq ola bilər ki, yüksək keyfiyyətdə deyil. Ya şey olur, Robusta olur da. Robusta düz qaralayıb dünya Robustanı. Amma niyəsə mən onu sevirəm. Yəni, mənim üçün yaxşıdır. Mənim üçün uyğundur dadı. Əldən mağazaya gedib TikTokda görəm. Elə olur. Elə inanırsınız biz necə yorulmuşuq onların əlindən. Necə yorulmuşuq. Yəni onlarla mübarizə aparmaqla da yorulmuşuq. Çünki çöldən uca müştərini tutur makler. Bilmirəm nə danışırlar, nə eləyirlər, müştərini necə yoldan çıxardırlarsa. Sonra müştəri növbəti gün yazır ki, mən yazdım, mən dedim ki, bura gedirəm deyə. Mənə dedilər ki, işləmir, ora bağlıdır, ora, nə bilim nədir. Ümumiyyətlə, imkan vermirlər ki, müştəri girib baxa bilsin nəyəsə. Heç nə demirəm, haramları olsun. Dava dərmanı xərcləsinlər qazandıqlarını. Məndən bu qədər. Şu balana puxavik hədiyyə olunur. Onlar tək bizi yox, hər kəsi, müştərini də yorublar artıq. Müştəriləri sədərəkdən soyudan qarğış niyə deyirsən? Yaxşı eləyirəm. Çünki maklerlərə qarğış düşür. Onlara düşür qarğış, ona görə. Yumamış çömçəkimi hər yerdə. Maklerlərə düşür. Çünki onlar hər yerdə belə zapasını təkər kimidirlər. Yox, zapasını təkər üçün bir faydası var. Yəni çox faydasız bir şeydir. Professiya da demək olmaz. Almayanda almayacaq. Siz bilmirsiniz. Siz sədərəyi tanımırsınız. Ona görə elə danışırsınız. Bazar adamı olsaydınız, siz başqa cür danışardınız. Mən 11 ildir ticarətdə işləyirəm və maklerlərin nə olduğunu çox yaxşı bilirəm. Hər halda məndən yaxşı bilmirsiniz. Hər kəs onlara nifrət edir. Hər kəs. Bu şubanın qiyməti 699 manatdır. Təbii xərcdir, pisiyatdır və kredit kartla əldə etmək mümkündür. Tam kart və bir kart bizdə keçərlidir. Bazarı öldürürlər, təbii ki. Bildiyiniz, yəni müştərini sədərəkdən soyudublar. Müştəri artıq sədərəyə gəlmək istəmir. O qədər yorurlar adamı. Ölçü S-dir burada. Ölçü S-dir, qiymət 699 manatdır, təbii xərcdir, zəmanətlidir və kredit kartla əldə etmək mümkündür.
Ha, burada kardeşim de istəyirsən, yalan işlər. Dənə babam da Maklerlər qapıda durub müştərini yoldan çıxardanlar. Ki başqa məsəl üçün Snejnaya Koroleva deyir, mən Snejnaya deyir ki, bağlıdır, işləmir, bugün fəaliyyət göstərmir. Rəng burada karameldir. Karamel rəngində pisetsdir. Kombinirованный model gedir gördüyünüz kimi. Çöldə siz sədrəyə gəlsəz, özünüz görəcəksiniz. Çöldə yəni imkan vermirlər ki, müştəri ticarət mərkəzinə daxil olsun və özü nəsə burada baxa bilsin. Mümkün deyil elə bir şey. Snejnaya Koroleva adı ilə gəlir, gedir, kimsə tutur, sonra müştəri yazır ki, nömrəyə. Bəs dedilər ki, siz işləmirsiniz, bağlanıb sizin dükan. Mən də deyirəm ki, heç nə də, adam nə deyər? Piset stoyka yox. Piset stoyka olmur. Pisetdə həmişə yaxa yumru olmalıdır. Çünki piset çox qabaritli, həcmli xəzdir. Ona görə bunlarda yox. Bunlarda maksimum olur ki, maksimum yaxası açıq modellərdir. Yaxası yumru modellərdir. Çünki bunun yaxası stoyka olsa bu çox qısaldar boynu, boğar. Ona görə ancaq bu cür olur pisetdə. Qiymət 699 manat. Şubanın üstünə puxavik hədiyyə olunur. 699 manatdır. Başqa nə görmək istəyirsiniz? Yazın, mən sizin istəklərinizə uyğun sizə modellər göstərim. Bu yubqaların belində niyə ip qoymurlar? Уже istəyirəm iplə bağlayayım beli. Balonka nə? Mina xanım, nə yazmısınız? Başa düşmədim heç nə. Fedra 28-dən nə gəlir? İnanırsınız, heç bilmirəm. Baxaq görək də sizlə bir yerdə baxaq. Əlimizdə deyil. Giririk xəritəyə. Yazırıq. Elit. Elit. Elit yazdıq. Marşrut. Местоположение. 28 may. Birbaşa heç nə gəlmir. 2 dənə keçid eləməlisiniz. Ondansa gəlin şeyə 20 yanvara. Metro ilə 28-də. Malemaka. Nə danışırsınız siz? Modellərdir. Malemaka nədir? Ağzına gələn söz yazır canım. Malemaka nə deməkdir qızlar? Bəlkə siz bilirsiniz, mən bilmədiyimi. 20 yanvara gələrsiniz metro ilə, oradan da 206 gəlir. 206 yox, şeyə gəlir. Elmlərə gəlin. Elmlərə gəlin, elmlərdən də 206 gəlir. Malamerka? Malamerka. Malamerka. Malamerka deyil. Malamerka siz 46-dan yuxarı geyinirsinizsə, paltarlar malamerka deyil. Sadəcə siz XL bədən geyinirsiniz. Məsələ budur. Həqiqəti insan gərək biraz qəbul eləsin. Kurtkalar malamerka deyil. Oversize modellərdir. Yəni siz oversize sizin əyninizə olmursa, demək ki siz kilolusunuz. Paltarlar balaca deyil. Dünyanı günahkar gözür özünü təmizə çıxardan insanlardan biri. Elmlərdən gəlir 206 düz bura. Şubaların qiyməti 699 manat. Şubanın qiyməti 699 manatdır. Dünyanın standart ölçüləri var. 211, 28-ə gedir ki 211. Bilmirdim axı mən 2. Müştərimlə yaxşı eləyirəm. Viktor Pogoroskopu, Strelets.
Bu o şey değil. Bu sadəcə həqiqətdir. Deyir ki, bizdə olan kurtkalar, şubalar bizdə Malamerkadır. Mən də izah edirəm ki, bunlar Malamerka deyil. Ya sən öz ölçünü bilmirsən, ya da sən kökəlmirsən. Yəni bu normal bir şeydir. İnsanlıq halidir bu. Eləməyəcəm, yox. Siz belə çat versəz də ortadan, bu dəyişilməyəcək bir şeydir. Yəni siz ticarətdə işləyin, gəlin biraz sədrəkdə işləyin, məni başa düşəcəksiniz. Müştəri səndən dirəşib ki, yox, bu Malamerkadır. Mən də deyirəm ki, bu Malamerka deyil. Sadəcə sən kilolusan. Məsəl üçün, sən 85-dən yuxarısansa, bu XL-dən yuxarı sayılırsan. Yəni XL bədən, sən gərək əyninə ucu XL geyinəsən. XL geyinirsənsə, demək ki, öz büdcənə uyğun modellərə baxmalısan. Endirimdə qalır birinci. Satılır böyük bədən şubalar. Necə ki, birinci böyük ayaqqabılar satılır 40 razmer. Birinci gedib 40 razmeri özüm alıram. Çünki mən heç vaxt endirim də istəmirəm. Çünki mən 40 geyinirəm. Mən 40 razmeri ayaqqabı tapmışamsa bu uca yaxşıdır. Başa düşürsünüz? Mən heç vaxt gedib 40 razmeri endirim istəməyəcəm. Yaxşıyam, çox sağ olun. Sadəcə bir dənə həqiqət var. Salam, xoş gəlmisiniz. Bir dənə həqiqət var və o həqiqəti sən qəbul eləməlisən. Sən kilolusansa deyirsən ki, mən kiloluyam, qızım, bacım, anam, kimsə. Mən kiloluyam, 46 bədən geyinirəm, 48, 55 geyinirəm, 60 bədən, 66 bədənə qədər şubalar var bizdə satışda. Mehriban olun, olmayacağım. Mən neyniyim, sizin 7 dənə mağazınız var, nəsə dəyişildi buna görə. Yox, başa salmayacağım mehribancasını. Təbii ki, düz danışıram. Təbii ki, mən də 40 geyinirəmsə və mən bu həqiqətdir. Bu həqiqəti qəbul eləmək lazımdır ki, mənim ayağım balacalaşmayacaq və mən buna heç vaxt gedib endirim istəməyəcəm. Birinci gedib soruşuram, 40 varsa buna şükür eləmək lazımdır. 66 bədənə qədər şubalar var satışda. İnsan özünü 60 bədənə çatdıra bilibsə, demək ki, yemək yeməyə pulu var, düzdür? Yemək yeməyə pulu var. Demək ki, bunun şubaya da pulu var. M razmerdə yox, bu el bədənə gedəcək, el XL-ə gedəcək qədərdir. Burada sinə ölçüsü olacaq 115 cm. Hardasa XL bədənə qədər. Çünki burada vtaçnoy çiyindir. Vtaçnoy çiyinə görə hiss olunmur böyük ölçü olduğunu. Çünki vtaçnoy çiyin burada çiyinin ortasından başlayır, bilirsiniz də. Amma bədən hissəsi boldur gördüyünüz kimi. Göbüşlüsüsə, yəni əyninizə olacaq bu şuba. Mən kilolu insanları burada nə aşağılamamışam heç vaxt. Çünki mənim ailəmdəki, evdəkilərim də kökdülər və onlar artıq nəsə yemək yeyəndə mən heç vaxt heç nə deməmişəm buna görə. Sadəcə bu həqiqətdir. Sən köksənsə, sən bunu qəbul edirsən, bununla yaşayırsan və xoşbəxt olursan. Yəni burada diskriminasiya falan getmir. Yox, diskriminasiya həyatı boyu getmir, Sadəcə mən dediyim sözü siz o cür qəbul edirsə, bu artıq sizin probleminizdir, mənim yox. Mən müştəri gələndə mən baxıram ki, müştərinin razmeri 48-dir. Mən müştəriyə deyirəm ki, siz 48 geyinirsiniz, bu sizin əynizə olmayacaq. Bu S. Yox, mən S geyinirəm, bu dirəşir ki, mən əynimə geyinəcəm, şubanı düz ortadan partladacaq. Həqiqət var. Qəbul eləmək lazım olan bir həqiqət var. Onu ki, insan qəbul edir, çox xoşbəxt olur. Və qıraqdan gələn sözü sən qəbul eləmədən o sənin üstünə qonmur heç vaxt. Kökəm əcəb edirəm, öz pulumla yeyib kökəlmişəm. Pulun olardı, sən də yeyərdin, sən də kökələrdin. Elə deyil, elədir. Sadəcə insan qəbul eləməli, kök olduğunu qəbul eləməlidir. Merit nədir? Gözün orada bir dənə şuba göstərmək lazımdır müştəriyə. Farid, necəsən? Xoş gəlmişsən canlı yayıma. Müştəri içəri gələndə biz bilirik ki, müştərinin hansı nöqsanları örtmək lazımdır, hansı aksentləri gözə göstərmək lazımdır. Bu şubanın qiyməti 699 manatdır və şuba alana puxavik hədiyyə olunur. Bəyəndiyiniz modelləri screenshot eləyin, zəhmət olmazsa ki, yadınızda qalsın. Mən bir dənə müştəriyə şuba göstərim, gəlirəm. Bunlar bir dənə çeyin görür. Bu oversize. Müştəriyə göstərdiyim şubanı gətirdim, sizə də göstərim.
Kapüşon, burada başardı, rıs. Очень красивая шуба. Она оверсайз. Bunun ölçüləri var, bəli. Bu bizə yeni kolleksiyadır. Yeni kolleksiyadır. Kapüşonlu modeldir. Kapüşonu gördüyünüz kimi başaqdır burada. Və cibləri maqnitlidir. 2500'dür onun qiyməti. Bu arxada olan şubanın qiyməti 2500'dür. Bir dənisini də gətirdim sizə. Onun qiyməti 7000 idi. Bundan əvvəl göstərdiyimin qiyməti 7000 idi. Bunun qiyməti 5000'dir. Bu şubanın qiyməti, asılan ağ şubanın qiyməti 2500'dür. Ha, bunun qiyməti 2300'dür. 2300 manatdır qiyməti. Tak, bunu mən sizə göstərdim, düzdür? Bunu göstərdim. Qiymət 699 manatdır. Tam kartla, bir kartla əldə etmək mümkündür. Faizsizdir bizdə kredit. Xəzlər, bütün xəzlər təbiidir, zəmanətlidir və şubanın üstünə puxavik hədiyyə olunur. Yəni, mən sizə bir dənə rıji rəngdə şuba göstərim. Qiymət 699 manatdır. Tak. Oldum baby doll. Ya çok çaylar niye soğuk oldu aynı? Uyğunlaşmışıq saçımla, kombinləşmişik. Qiymət 699 manatdır. 699 manat. Təbii xəzdir, zəmanətlidir və kredit kartla əldə etmək mümkündür. Qiymət 699. Asılan şubanın qiyməti 2300 manatdır. Siz soruşdunuz, mən sizə cavab verdim. 2300 manat. 2300 manatdır. 2500 yaxası mexli bu şubanın qiymətidir. Amma bu endirimli qiymətlər deyil. Qabaqcadan sizə deyim, endirimli qiymətlər. Endirimli qiymət üçün gərək yaxınlaşasınız ünvana. Ünvan Sədərək Ticarət Mərkəzi, 2 mərtəbəli elit, A girişi, Snejnaya Koralevadır bura. Всё. Götürdülər şubanı, getdilər 7000 dediyim. Bu işlər belə olur. Bayaq sizə göstərdiyim şubanın birisi getdi. Aldılar onu, hə. Hansı sağımdaki? Sağımdaki bu. A. İnşallah sağlıqla geyinsin, kim aldısa gülər üzlə geyinsin. Alem katıldı.
Ay bazıları bostan da. Ben aslan. Sakin ol çekirsen o yukarı. Oğlum, Sen kilo çeksen ötürüm sen bana üstüne. yok sen kilo çeksen. Bu şeylerde kullanılır. Gerek baxın deyim razmerlərinə, belə deyə bilməyəcəm mən sizə. Onlar VIP zalın şubalarıdır. Yazın nömrəyə sizə köməklik etsinlər. Yazın nömrəyə köməklik etsinlər. Sen nereden gelirsin ki? Sana uşaklar durur. Bilmesen ben uşakların yerinde. Nəsə davam edir orada, söhbətləri eşidirsiniz. Bir yerde gidiyor. Çox sağ olun dəstəyiniz üçün. Durumu yok muydu? Oradan tutacağım. Kişilər gəlir, Bu sakallı şimdi. kişilər gəlir. Telefonla da. Cemada Nəsə razmanı gedir. Sakit oturun, eşitək söhbətləri. Çox sağ olun, amin, amin, çox sağ olun. Ben indi düşüp maşının serkelenden o Madonna'nın kapısı, Kristina'nın kapısı, buradan Femin Hanım'ın Gelen Kalsınlar da. şey gitti. Arkayı göndermişler. Konflikt, gözlüyün sandıq qoyun bura, hər kəs gəlsin qeybətə. Namiyle ne uşak vermeden. Orada çok değil. Var da o uşak var da. Terasi görmeden. Yok öyle bir şeyler. İçine sık bir haftan ev yok olur da. 5-10 metre. Bu hafta bir de Şubanın qiyməti 699 manatdır. 699 manatdır. Belinə mən kəmər bağlamışım. Belə normalda təbii ki kəmərsiz şubadır. Здравствуйте, здравствуйте. Поделитесь, пожалуйста, трансляцией. Canlı yayımı paylaşın. Paylaşın. Ki aktivləşsin. Bunun bizdə var biraz uzun variantı da satışda. Biraz uzunu da var. Kadano firmasına aittir. Biraz tutkamı değiştirdim. Bak şey. Bunları mən giyinmişəm, göstərmişəm bunları. Bir dənə də şuba var burada. Çox sağ olun, çox sağ olun. Çox sağ olun dəstəyiniz üçün. Hastalar mısın? Ha. 2 defa giyinsen, bu defa giyinsen bir kaldıma gelsen. Sen de kimler var Kime? Hemen gitmeli. Eli kendine kalsın. Spasibo большое, spasibo. Böyle yani. Şubanın qiyməti 1100 manatdır. Bu şubanın qiyməti 1100 manatdır. Təbii xəzli, zəmanətlidir və kredit kartla əldə etmək mümkündür. Xəz burada bizdə gedir Black Plum Norka. Ölçüləri var və açıq rəngdə olanı da var bu şubanın bizdə. Fındıq qabığı rəngində. Onu değiştirdim.